Uca Allahın adıyla mən də bugün mənim baş taclarım olan, həyatda məqsədimə doğru addımlamağımda yer üzərində vasitəçi olan atamın və anamın yanındayam. Onların yanında təbii ki, danışmaq mənim üçün həm ağır, həm də məsuliyyətlidir. Təbii ki, insanın yaşı ötdükcə həyata baxışı və düşüncələri fərqli olur. Xoş olsun o insanların, o şəxslərin halına ki, ömründən yaş ötdükcə həyata hikmət dolu baxışla baxsınlar və gördüklərindən ibrət alaraq nəticə çıxaranlardan olsunlar. Atamın, anamın yanında danışmaq mənə düşməz, amma onların o gözəl qəlblərindən gələn dualara görə, səmimi sözlərinə görə mən həm atama, həm anama çox sağ ol deyirəm.